Salam dostlar, mən DJ Tural və Smartman efirdədir. Əlimdə narıncı bir telefon görürsünüzsə, onun iPhone olduğunu bilirsiniz. Yəni iPhone 17, iPhone 17 Pro, iPhone 17 Pro Max haqqında artıq çoxlu sayda videolar çəkilib. Mən isə bu videoda iPhone-u digərlərindən fərqləndirən 5 əsas cəhətinə toxunmaq istəyirəm. iPhone 17 Pro-da hal-hazırda əlimizdə olan bu telefonu bizə Baku Electronics təqdim edib. Onlara da ayrıca təşəkkür. iPhone 17 Pro-da əsas 5 fərq nədən ibarətdir? Yaxın dəqiqələrdə biləcəksiniz. iPhone-un digər cihazlardan fərqi onun çox pilləli mühafizə sisteminə malik olmasıdır. Buna qısa olaraq MIE deyirlər. Bu nədir? Memory Integrity Enforcement. A19 Pro çipi ilə birlikdə gələn bu xüsusiyyət həmişəlik aktiv olan aparat, üstəgəl əməliyyat sistemi səviyyəsində yaddaş təhlükəsizlik müdafiəsidir. Apple-ın xüsusi yaddaş ayırıcıları Enhanced Memory Tagging Extension, yəni EMTE və Tag Confidentially Enforcement siyasətlərindən istifadə edir. Bu, kiber cinayətkarlıqdan qorumaq baxımından ən ciddi addımlardan biridir. Lakin Apple bunu demək olar ki, heç reklam etmir. Amma mən bu barədə sizə danışa bilərəm. Yəni siz pul xərcləyib əldə etdiyiniz smartfon təhlükəsiz olmalıdır. Təhlükəsiz dediyimiz budur ki, kənar müdaxilələr olmamalıdır, yaddaşa olunan müdaxilələr olmamalıdır. Kiber cinayətkarlar telefonunuzu ələ keçirdib, orada olan şəxsi məlumatlarınızdan da istifadə etməməlidirlər. Yəni iPhone-un az reklam etdiyi, amma ən yaxşı xüsusiyyətlərindən biri o çox pilləli qorumaya malikdir. iPhone 17-nin kamerası necə çəkir, sinematikdə necədir, səsi necədir? Bu barədə çoxlu sayda video var. Amma rotasiyasız selfie sensoru haqqında siz çox az məlumata və çox az videoya rast gələrsiniz. Bu nədir? Yeni 18 megapikselli Center Stage kamerası unikal kvadrat formalı sensora malikdir ki, bu da telefonu döndərmədən şəkli istənilən istiqamətə çevirməyə imkan verir. Bundan əlavə, Dual Capture funksiyası həm ön, həm arxa kamera ilə eyni vaxtda video çəkmənə imkan yaradacaq. Bu xüsusiyyət daha çox bloger və məzmun yaradıcıları üçün yaxşı bir xüsusiyyətdir. İndi bilirəm, bir çoxlar deyəcəklər ki, mənim telefonumda bu 3 il bundan öncə var. Hə, ola bilər, amma adətən bunun ən yaxşısı iPhone-da olur. Siz iPhone təqdimatlarında onların digər alternativ cihazlarla müqayisəsini görməyəcəksiniz. iPhone adətən özünü bundan əvvəlki istehsal etdiyi başqa bir cihazla müqayisə edir. Kamera məlumatlarında deyir ki, burada 8x optik zoom var, optik yaxınlaşdırma var və bu həqiqətən də optik yaxınlaşdırmadır. iPhone 17 Pro Max-da əvvəlki 5x əvəzinə 8x optik keyfiyyətli zoom təklif olunur. Yəni 48 megapiksel sensor sayəsində rəqəmsal kəsmə olmadan 1x-dan 8x-ə qədər hamar keçid mümkündür. Bu, hər hansı bir iPhone-da ən yaxşı telefoto linzadır. Digər funksionallıqlara keçməzdən öncə mən öz seçimim haqqında sizə danışım. Mən demək olar ki, təxmini 7 ilə yaxındır ki, fasiləsiz olaraq smartfonumu bir növbəti iPhone-a dəyişirəm. İndi hal-hazırda əlimdə olan smartfon iPhone 17 Pro-dur. Bundan biraz ölçüsü 17 Pro Max-dır və 17 Air də var. Hal-hazırda fikirləşirəm ki, bunların arasında ən optimal cihaz hansıdır? iPhone 17 Air-ın öz müştəriləri var. O, məzmun yaradıcılarına o qədər də xitab etmir. O bir üslubdur, o bir həyat tərzidir. Amma iPhone 17, 17 Pro, 17 Pro Max arasında ən optimallardan biri məhz 17 Pro-dur. Yəni çox iri də deyil, çox kiçik də deyil, ələ yatımlıdır və həmçinin bunun dizaynında maraqlı bir xüsusiyyət var. Bu dizaynın adı Plateau dizayndır. Bu sadəcə estetika üçün deyil. iPhone 17-də ilk dəfə tətbiq edilən Plateau telefonun arxa yuxarı hissəsindəki qaldırılmış düzbucaqlı zona yalnız kameranın deyil, eyni zamanda prosesoru
və digər komponentləri də özündə birləşdirir. Alüminium hissəsindən keçən vapor cooling buxar soyutma kamerası istilik idarə etməsini xeyli yaxşılaşdırır. Telefon yüksək təzyiqli iş rejimində əvvəlki kimi qızmır. Və 5-ci əsas fərqlərindən biri back-top funksiyasıdır. Bu gizli yollardan biridir. Telefonun arxa hissəsindəki bu hissəyə 2 dəfə toxunmaqla istənilən funksiyanı işə salmaq olur. Məsələn, fənər, kamera, ekran screenshotu, telefonu açmadan belə onu işlədə bilərsiniz. Onu da deyim ki, çox az istifadəçi bu xüsusiyyətin mövcudluğundan xəbərdardır. Və sonda mən nə üçün, əgər seçim edərəmsə 17 Pro-nu seçərdim, bunu bir 5 bəndlə sizin üçün əsaslandırım. Bunlardan biri əvvəldə dediyim kimi məhz ölçü məsələsidir. iPhone 17 Pro 6.3 düym ekrana malikdir. Pro Max isə 6.9 düymdür. Daha kiçikdir, əldə rahat olan bir telefonu istəyən şəxslər üçün ideal bir smartfondur. İkinci məsələ onun batareya həcmidir. Bu kiçik korpusda kiçik bir batareya yerləşdirilsə də, o batareya sizə gün boyu telefondan maksimum istifadə etmək imkanı yaradır. Pro həmçinin yüngül və kompaktdır. Pro Max 233 qram çəkisi ilə bir qədər ağırdır. Uzun müddət telefonu əldə tutanlar üçün Pro bəlkə də ən yaxşı cihazlardan biridir. Pro Max-ın yaddaşı 250 GB-dan 2 TB-a qədər gəlir. Pro istifadə edənlər üçünsə bu qədər yaddaşa ehtiyac yoxdur. Ona görə Pro Max professional video çəkənlər üçün daha ideal cihaz hesab oluna bilər. Amma bu Pro ilə Pro Max arasında qiymət fərqindən əlavə digər fərqləri yoxdur. Çünki hər ikisi A19 Pro çipindən istifadə edir. Eyni linzalar hər ikisində quraşdırılıb. Bu iki cihazın arasındakı fərq əsasən ölçü, batareya və qiymətdədir. Mənə görə ən optimal cihaz bu dəqiqə mənim əlimdədir. Bu smartfonu bizə Baku Electronics təqdim etdi. Onlara da xüsusi təşəkkürümüz var və siz də müxtəlif iPhone modellərlə tanış olmaq üçün ən yaxın Baku Electronics mağazasına da baş çəkməyi unutmayın. Bəs sizə hansı daha uyğundur? iPhone 17, 17 Pro, 17 Pro Max yoxsa 17 Air? Fikirlərinizi şərhlərdə yazın, müzakirə edək.